Salam, hörmətli izləyicilər, çox hörmətli, könüllü Nəzarətçi İctimai Birliyimizin bütün üzvləri, başda sədrimiz Təyyar müəllim olmaqla hər kəsi salamlayıram. Qeyd edim ki, biz Azərbaycan Respublikası Könüllü Nəzarətçi İctimai Birliyi, mən Mərkəzi Aran Regional Təşkilatının sədri Cavid Piriyev, bu günlərim, çıxışımın məqsədi odur ki, 3 il 7 ay bundan öncə Könüllü İctimai Birliyi hörmətli sədrimiz Təyyar müəllim Zülfüqarov tərəfindən yarandı. Yaranmağına səbəb Cənab Prezidentin çağırışı oldu ki, Cənab Prezidentimiz çağırış etdi, yerlərdə ictimai nəzarət yaradılsın və gücləndirilsin. Və doğrudan da çox gözəl bir haldır ki, bu günlərim artıq 3 il 7 aydır biz xidmət göstəririk. Prezidentimizin yanında olaraq xalqımıza, dövlətimizin inkişafına və qeyd edim ki, biz bir birlik olaraq doğrudan rayon təşkilatları yerlərdə bir çox belə deyək, xidmətlər göstərmişdir. Bir neçə həll olmayan məsələlərin həllinə dəstək olmuşdur. Vətəndaşların bəzilərinin hüquqlarının pozulmasında müraciətlərini qəbul etmiş və onların həyata keçirməsinə dəstək olmuşdur. Yəni xidmətlərimiz çoxdur. Biz təmənnasız olaraq bu xidməti yerinə yetiririk. Ona görə də biz birlik olaraq bir araya gələrək bu xidmətdə doğrudan da özümüzü belə deyək, bir Azərbaycan vətəndaşı olaraq borclu bilirik ki, biz dövlətimizə, prezidentimizə dəstək olmalıyıq. Çünki eşq olsun Cənab Prezidentimizə ki, doğrudan da Cənab Prezidentimiz İlham Əliyev həmişə xalqının, belə deyək, rifahı üçün işlər görübdür, yaxşı yaşaması üçün. Azərbaycanı dünyaya tanıdıbdır. Biz də prezidentin ətrafında sıx birləşərək yerlərdə xidmətimizi daha da yüksək səviyyədə həyata keçirməliyik. Çünki Azərbaycan dövləti buna layiqdir. Biz də ictimai nəzarətçilər olaraq yerlərdə hər bir məmurlarla vətəndaş arasında böyük bir körpü olaraq məsələlərin həllinə nail oluruq. Bu da o deməkdir ki, doğrudan da yerlərdə problemlərin azalması halları artıq baş verir. Yəni problemlər azalır. Çünki biz bu işdə hər bir vətəndaşın yanındayıq, həm də məmurların, doğru, haqq yolu gedən məmurların yanındayıq. Hər kəs xalqına xidmət etməlidir, Cənab Prezidentin yanında olmalıdır, Azərbaycanın gələcəyi üçün çalışmalıdır. Biz də bu yolda birlikdə addımlayırıq, bir birlik olaraq. Mən təbrik edirəm bütün birliyimizin üzvlərini, hər birini bu gün münasibətilə təbrik edirəm. Yolumuz açıq olsun, hər kəsə bu işdə uğurlar diləyirəm. Diqqəti üçün minnətdarım.